Salam dostlar, bugün sizə təhsil mentorluğu və təhsil kostluğu haqqında məlumat verəcəm. Təhsil mentoru və təhsil kostluğu bir-birinə yaxın sahələr olsalar da, əsas bunların fərqi nədən ibarətdir ondan danışım. Təhsil mentoru daha çox öz şəxsi təcrübəsinə əsasən şagirdə, tələbəyə, şəxsə istiqamət verir. Təhsil koçu isə müxtəlif suallar verərək, müxtəlif metodlarla, üsullarla şagirdin özünün istiqamət tapmasını, seçməsinə dəstək olmuş olur. Hər iki sahədə də ilk əvvəl biz şagirdi, tələbəni və ya şəxsi kəşf edirik ilk əvvəl. Yəni, tanımağa çalışırıq. Onun zəka formalarını, xarakterini, qabiliyyətlərini, zəif tərəflərini, güclü tərəflərini, öyrənmə stillərini və s. Bunları təsbit elədikdən sonra ikinci mərhələdə gəlir hədəf seçimi. Yəni, ixtisas seçimi, qrup seçimi, peşə seçimi. Bu hissəni tamamladıqdan sonra növbəti hissədə şəxsə özəl biz plan qururuq. Həftəlik plan qurub, həftəlik olaraq onu biz təqib edirik. İnkişafını, imtahan nəticələrini və s. Yəni, imtahan dönəmində qarşılaşdığı problemlərdə biz yanında oluruq. İmtahan stresinin azaldılması, zaman idarə edilməsi, motivasiyanın artırılması, disiplinin formalaşdırılması, yəni və s. Bu kimi məsələlərdə, diqqət dağınıqlığının azaldılması kimi məsələlərdə şagirdə biz dəstək oluruq. Bu kimi məsələlərlə siz də maraqlanırsınızsa, suallarınız varsa yorumlarda yaza bilərsiniz. Bəyəndinizsə bəyənməyi və abunə olmağı unutmayaq. Sağ olun, gələn görüşlərə.